Axşamınız xeyir olsun əziz saz söz həvəskarları. Değişmə meydanındayıq. Değişmə 4 efirdədir. Ötən həftə səs vermənin nəticələrinə görə ən az səs toplamış bizim iştirakçılar bugün bu değişmə meydanında yarışacaqlar. Və ötən həftə ən az səs toplamış iştirakçılarımız 93-218 SMS nömrəsi ilə Ramil Əfəndiyev və 93-219 SMS nömrəsi ilə Akif Arifoğlu oldu. Hoş gəlmişsiniz, hər ikinizə uğurlar arzuluyuram və bu günlərim hər iki iştirakçımıza müşahidə edənlər var. Beləliklə Ramil Əfəndiyevi müşahidə edəcək əməkdar mədəniyyət işçisi Aşıq Sərdar Məmmədov alqışlayırıq. Akif Arifoğlunu müşahidə edən dəstə böyükdür, özü təqdim edəcək, lakin mən yanında olan şəxsi təqdim etmək istəyirəm. Hacı Şahin Qobustanlı, alqışlarınızla. Və həftə ərzində hər iki iştirakçını hazırlayan bizim dəyərli ustad aşıqlarımız olubdu. Onlardan biri Aşıq Şaiq İncəlidir. Değişmə 2 aşıq müsabiqəsinin qalibi. Şaiq, səni dəvət edirik bura. Və digər alqışlarınız olsun. Aşıq Vüqar Mahmudoğlu üçün gəlsin. O da digər dəstəni məşq elətdirir, onları hazırlayır. Lakin üzrlü səbəblərdən bugün Aşıq Vüqar bizimlə birlikdə deyil. Lakin həftə ərzində yetərincə çalışıblar. Odur ki, hər iki bizim dəstə başı adından bu günlərim Şaiq İncəli danışacaqdır. Şaiq, buyur, sözü sənə verək, səni dinləyək. Axşamınız xeyir olsun. Çox hörmətli televiziya tamaşaçıları, burada əyləşən gözəl insanlar, sizlər var olun İslam müəllim. Allah bu iştirakçılarımıza xeyirli, uğurlu yollar arzu edirik. Cavandılar, Allah qoysa gələcəkləri var, yəqin ki, ustadlarımız da bilir. Burada əyləşən gözəl ustadlarımız var. Aşıq Dəmir Gədəbəyli, Neymət Qasımlı, Allah canını sağ eləsin. Aşıq Abbas Musaxanlı, eşq olsun ağsaqqalımıza. Neçə vaxtı, neçə illərdir bizlərlə bir yerdədir. Aşıq Pəri Məclisinin gözəl bir nümayəndəsi, gözəl aşığımız Telli xanım burada əyləşibdir. Ondan sonra Aşıq Altay qardaşımız yenə bizlərlə bir yerdədir. Eşq olsun hər bir kəsə. Təbrizi də salamlayaq. Yəni, bugünkü bu Aşıq Ramili hazırlamaqda Sərdar qardaşımızın da böyük köməyi olubdur. Allah canını sağ eləsin Sərdarın da. Yəqin ki, Vüqar qardaşımızdan qulağı cingildəyər. Onun da yetirməsi buradadır. Allah ona da yaxşı belə uğurlar arzu eləyək. Bugünkü günü bizi idmançılarımız da dəstəkləyir. Bax, uşaqlar elə bilməsin ki, təhdilər. Böyük idman ustalarımız da sizləri dəstəkləyir. O cümlədən Musada oturub ekran qarşısında bizə baxırlar. Xəyal Tural qardaşları, Aşıq Avdı Musayev bizi dəstəkləyir, oturub. Ramil xüsusən də səni dəstəkləyir. Onu buradan salamlayaq. Onun oğlu da bu yaxından birinci yerə çıxdı. Elə bir Respublika üzrə güləşdə. Bir daha onu da təbrik eləyək. Çox sağ ol, Şaiq. İştirakçılarımıza da uğurlar arzu eləyək. Var olun, bir daha sağ olun. Biz də Aşıq Şaiq İncəlini alqışlayırıq və yenə də mənim deyəcəklərimi özü dedi, müsbəriyyətini təqdim etdi, artıq hər birisini təqdim etdi və hər birisi müsbəriyyətinin dəyərli üzvləridir və mən söz verdikcə bir daha təqdim edəcəm. Odur ki, bizim müsbəriyyətində gəlin alqışlayaq və hal-hazırda olan səs faizləri mənə maraqlıdır. Həftə ərzində gələn SMS-lər var ki, onları da hal-hazırda hazırlayıblar və görək kim irəlidədir, kim geridədir, hal-hazırda birlikdə onu görürük. Akif Arifoğlu 53,13 səs faizi ilə öndə başlayır. 46,87 səs faizi ilə Ramil Əfəndiyev biraz geridə başlayır. Ramil, daha geridəsən, ona görə ilk olaraq sözü sənə verirəm. Buyur, səni dinləyirik. Axşamınız xeyir olsun. Mən də buradan Azərbaycan xalqını salamlayıram. Dəyərli müslimlər heyətini salamlayıram. Başda Abbas müəllim olmaq şərti ilə Telli xanım, Altay müəllim, Neymət Qasımlı, Dəmir Gədəbəyli, hamısını salamlayıram. Mən bugün Azərbaycan xalqından dəstək gözləyirəm. Göyçə mahalından, Qaraqoyunlu dərəsindən, Tozdan, Qazaxdan, Daşkəsəndən və digər bölgələrdən dəstək gözləyirəm. Bugün məni müşahidə edəcək Balamanda əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli. İlk şifamız da olacaq Göyçə gözəllənməsi. Buyur.
Təşəkkürlər və mən elə gəlir ki, Aşıq Sərdar Məmmədli dəfələrlə dəyişmə meydanında olub, amma ilk dəfə idi oxuyurdu, eləmi? Yoxsa olmuşdu oxumaq? Yox, mən 35 ildə oxuyuram, amma məni balabancı kimi tanıyıblar. Ona görə... Yox, dəyişmə meydanında. Dəyişmə meydanında, hə, birinci səfərdə mən olmuşam. İndi arada da yaxşı, xoşuma gələn uşaqlar dəvət eləyəndə mən gəlib onu müşayiət eləyirəm və xalqımıza müraciət eləyirəm ki, yəni sənət gözəl sənətdir. Mən hər aşıqla da çıxmaram buraya, bilirlər. Ramil balanı dəstəkləmək lazımdır. Gələcəkdə bu nəsə bir iş görəcək, gözəl də sənətkar olacaq. Bunu hazırlayan qardaşım Şahid çox sağ ol, sizə də baş əyirəm. Bəhrələndiyi aşıqlar var, Aşıq Təmir, Aşıq Qələndər, Aşıq Təbriz, Altay qardaşım, Aşıq Sayat, yəni Aşıq Sərdar, mənim deməyimin məqsədi odur ki, siz oxudunuz deyə Ramil Əfəndiyevin səs fəzləri yüksəldi və 51,3% önə keçdi Ramil Əfəndiyev. Alqışlayırıq 48,97 səs faizi ilə isə Akif Arifoğlu geri qalır. Akif, xoş gəlmişsən. Buyur, səni eşidirik. Xoş gördük. Mən sizin hamınızı salamlayıram. Dəyərli müsiflər heyətini salamlayıram. Mən bugün bir şey xüsusilə qeyd eləməliyəm ki, mən dahi sənətkar, Aşıq Rıza Qobustanın oğlu ölməz sənətkar Aşıq İslamın repertuarından gözəl mahnılar seçmişəm. Onları ifa eləyəcəm və bütün İslam sevənlərdən dəstək gözləyirəm. Telixan, bilirəm sizi çox qədələndirəcəm, amma nə edək, dünyada bir gün gələn gedər. O gözəl Şirvanlı Əli Səfəroğlu deyib, salam verənlərin salamını al, gözün üstə qaşı düşməsin, ürək dostlarına söz demək olar, adamın qədaya işi düşməsin. Yaşayasan məhəbbətin nurunda, dada gələ çörəyin də şorun da, yoldaş axtardığın ömür yolunda bar qismət və naşı düşməsin. Hamiyə zəfərlər çalına bilər, qüdrətli qalalar dalına bilər, şah da öz taxtından salına bilər, kişilik taxtından kişi düşməsin. Əli Səfəroğlu çəkmə intizar, bu dünyada heç kəsə yox etibar. Bir bəndə atan daşa dözməyinə var, adamın başına üzləniraq, Allahın daşı düşməsin. Aldı görək nə dedi, gözəl bir peşri oxuyaq. Gəl odley, sinəm istər. Gəl odley, sinəm istər. Səni alma balam, telli sazım. Səni alma balam, telli sazım. Balam pərdə pərdən qoy səninlə məclislərdə qoy səninlə məclislərdən bir ağac alma balam telli salsın bir at alma balam telli salsın.
aman qalsın telli sazıma yanam qurban ay canım. Təşəkkürlər, eşq olsun və hal-hazırda olan səs faizləri Akif Arifoğlu'nun ifasından sonra 51,31 səs faizi ilə Akif Arifoğlu önə keçdi. Alqışlayırıq. 48,69 səs faizi ilə Ramil Əfəndiyevdir və vaxt itirmədən üzümü Ramilə tuturam. Ramil, buyur, səni dinləyək. Mən bir daha Göyçəllərdən, Qaraqoyunlu dərəsindən, Gədəbəydən səs gözləyirəm. Şakir müəllim Göyüşovdan, Vəli Zeynalovdan, Ramiz müəllimdən səs gözləyirəm. İfa edəcəyim havada Naxçıvan havası. Buyur. Yar bizden küsmesin dostlar ey amandır. O yoldan erkandan izden olmasın ay balam, olmasın ay balam, olmasın ay yerler, olmasın ay. Yürler düzden olmasın ay yerler, olmasın ay yerler, olmasın ay balam, olmasın ay. Yaxşı da yaman da gələr ay, əlindən ay balam, əlindən ay balam, əlindən ay yerlər, əlindən. Küsənlər qoy, küsün özəm əlindən. Küsenler koy, küsün özüm elinden. Hatası balası bizden. Olmasın ay yerler, olmasın ay yerler, olmasın ay balam, olmasın ay. Şıkhali küleyin önünde durak. Sönmez haktan yana böyle bir çırak ay balam, bir çırak ay yerler, bir çırak ay cana, bir çırak.
Ağlasan ağlaram, gülsən ey gülərəm. İllərə can ey səndən qəmur, tağıyama yerlər, bel olmaz ay balam, bel olmaz ay sana mən öləyəm. Eşq olsun, doğrudan da çox gözəl ifa idi və hal-hazırda olan səs faizləri Ramil Əfəndiyevdə 52,98 səs faizi ilə önə keçib də alqışlayırıq. Akif Arifoğlu'da isə 47,2 səs faizi var. Biz reklamlara ayrılırıq. Mən əminəm ki, reklam fasiləsində səs göndərəcəksiniz və daha çox səs göndərmək istəyən tamaşaçıların nəzərinə. Akif Arifoğlu üçün 10 səs göndərmək istəyirsinizsə 93-229-a, 30 səs göndərmək istəyirsinizsə 93-250-yə boş SMS göndərməyiniz kifayətdir. Ramil Əfəndiyev üçün isə 10 səs 93-310, 30 səs üçün isə 93-230. Reklam fasiləsində yetərincə səs göndərməyi unutmayın. Reklamlar. Reklamlar bitdi və biz yenidən dəyişmə meydanındayıq və bu günlərim iki iştirakçımız 93-218 SMS nömrəsi ilə Ramil Əfəndiyev və 93-219 nömrəsi ilə Akif Arifoğlu mübarizə aparırlar. Alqışlayırıq hər iki iştirakçımızı və reklam fasiləsində doğrudan da səs faizlərində dəyişiklik görürəm. Belə ki, Ramil Əfəndiyev 53,23 səs faizi ilə önə doğru addımlayır. Akif Arifoğlu'da isə 46,77 səs faizi var. Sözsüz ki, münsifləri də dinləyəcək. Lakin tarazlıq olandan sonra, yəni Akif'in bir ifasından sonra. Akif, buyur, səni dinləyirik. Mən yenidən efir vasitəsilə hər kəs salamlayıram. Özüm doğulub boya-başa çatdığım Qaradağ rayonunun Qobustan qəsəbəsini mütləq vurğulamalıyam. Başda Aşıq Əli olmaqla hamıdan dəstək gözləyirəm. Mənim əziyyətimi ən çox çəkən insan. Aşıq Əlidən dəstək gözləyirəm, bolca və efir vasitəsilə ustadım Aşıq Vüqarı, özü burada olmasa da ürəyi bizimlədir, salamlayıram. Və Aşıq Vüqar bildiyiniz kimi ustad oğludur. Aşıq Mahmudun, Allah rəhmət eləsin, belə bir gözəl şeiri var. Mən bunu elə öz ürəyimdə Aşıq İslam'a ithaf edirəm, deyirəm. Ömür yolu bircə anlıq, arzularsa bitən deyil. Bu dünyada bir yaxşılıq, bir yamanlıq itən deyil. Bilir oba, bilir mahal, düz olana yoxdur zaval. Döydürsən də qızıldan al, ya bu köhlən itən deyil. Mahmuda yar olub tanrı, təmizdir, eşqi ilqarı. Yolunda dərk elə barı, min şərəksün, bitən deyil, aldı görək, nə dedim? Heç bir xəzinədən tapılan deyil, heç bir xəzinədən tapılan deyil. Sənin nə qızılın, nəzərin Bakıya, sənin nə qızılın, nəzərin Bakı, nəzərin Bakı, nəzərin Bakı, nəzərin Bakı.
Deyirəm Bakıya anam qurban ay can Təşəkkürlər, eşq olsun. Doğrudan da çox gözəl abu-hava yarandı burada və hal-hazırda olan səs faizlərində dəyişiklik var. Düzdür, Ramil Əfəndiyev öndədir. 50,77 səs faizi ilə öndədir və Akif Arifoğlu'nun səs faizləri biraz qalxaraq 49,23 oldu. Alqışlayırıq hər iki iştirakçımızı. Əziz tamaşaçılar və artıq hər iştirakçımızdan 2 ifa eşitdik və sözü ustadlara vermək istəyirəm və ustadlara verməmişdən öncə əlimdə bir kitab var. Şıxsərli Abbasam, ustad oğluyam. Bizim ustad aşığımız Abbas Musaxanoğlu haqda yazılmış kitabdır. Yazar Qalib Sayılovdur. Və yaxşı olar ki, Abbas müəllim həm özü bu kitab haqda danışardı. Düzdür, mənim üçün artıq yazıbdır, ilk nüsxə məndədir. Və həmçinin Abbas müəllim bizim iştirakçılarımız haqda olan iradlarınız da bizim üçün çox maraqlıdır. Buyurun. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər, tamaşaçılar. Bu Lider televiziyasının bütün əməkdaşlarını, o başda rəhbərlik olmaqla hamısını hər vaxt mən yadımdan çıxartmıram ona görə ki, bu aşıq sənətinə bu boyda hörmət, qiymət qoyurlar, ona görə ki, yaddan çıxmağa qoymurlar. Aşıq sənəti demək olar ki, yaddan çıxmaq üzrə idi. Amma indi bu Lider televiziyası hər il ki, bu müsabiqəni keçirdir, deməli aşıq sənəti yaşayacaq. Çox sağ olsunlar. Qaldı kitabı Milli Elmlər Akademiyasının Folklor İnstitutu çap eləyib. Alimlərin fikri var orada, oxuyub biləcəksən nə var, nə yox. Qalib Sayılov müəllifidir onun. Orada biraz nə bilim, bəndən yazıblar, sənətdən yazıblar, söhbət eləyiblər, nağarlar, 2 dənə də 5-6 dənə də şeir var orada. O indi kitabı hər halda özünü oxuyanda məndən yaxşı dərk eləyəcəksən, orada nə var, yox, mənim deməyimlə nə olar orada. Kitabda Allah canlarım var eləsin, Allah var eləsin onları, çox sağ olsunlar. Kitabdır. Böyük əziyyət çəkiblər, çox xoşuma gəldi, doğrudan da hamısı alimlərin fikridir, gözəl, hamısı sənət haqqında deyilən sözlərdir. Daha doğrusu burada məndən getmiş söhbət, sənətdən gedir söhbət. Sənət haqqında gözəl sözlər deyilir orada. Çox sağ olsunlar, var olsunlar. Təşəkkür edirəm, minnətdarlığımı bildirim onlardan. Qaldı bizim bu işimizə. Bizim bu Ramil bala, Allah canın sağ eləsin, Tozu Ələskər var, Aşıq Ələskər. Çopur Ələskər deyirlər ona. Salam göndərirəm buradan ora mən. Salamımı göndərirəm buradan o Çopur Ələskərə. Elə səsi də oxşayır, oxumağı da oxşayır, özü də oxşayır. Özü də Çopur Ələskər. Onun ilə konsertlərdə olmuşam, çox yaxşı bilər, aşıqlar yaxşı bilir. Sərdar müəllim də yaxşı bilər. Çox döşlü oxuyandı, çox ürəkli aşıqdır. Sözlü, söhbətli, ondan sonrası belə hər tərəfli. Bəli. Gözəl oxuyur. Özdə oxuduğu havalar çətin havalardır. Həqiqətən. Mən bir sənətkar kimi deyirəm ki, Ramilin oxuduğu havalar, Ramil düz dedim də adın. Abbas müəllim üçün nöqsanı yoxdur ki. Bəli. Nöqsanı yoxdur. Yox, nöqsan var. Oxurda nöqsanlar var. Onları biz açmaq istəmirik. Bir indi axırda görə bəlkə deyər. Ona görə ki, istəyirik ki, biraz bunlar ruhdan düşməsinlər də. Ona görə o xırda nöqsanlar var, amma qaldı ki, elə beliyə qalanda, indi bunlar o sən demişkən, azılı oturuşmuş sənətkar deyirlər axı bunlar, bunlar təzə başlayırlar sənətə. Oxuduğu havalar çox çətin havalardır, yəni oxumaq üçün çətin havalardır, oxuyur, çox gözəl. Özdə indi ağlı kəsmir onlar oxuyur, ağlı kəsəndən sonra onlar oxumayacaq, yüngül havalar oxuyacaq. Çox gözəl. Qaldı ki, Akif Arifoğlu. Valla, mən onu biraz belə dətər deyirlər. Yerini, bax görürsən, Telli xanım deyir ki, yerini deyə tərifləyirsən, amma elə deyir, tərifə layiq idi də bu adam. Əvvələ çox gözəl məclisi, belə gözəl açdı pişirola, çoban yaylağı pişiro deyirlər ona. Bizdə pişiro bir 7-8 pişiro var, onun da biri çoban yaylağı darlar, rəhmət eləsin. Onun o sözləri də Aşıq bəylərindir, İslamın, Aşıq İslamın, can-cana İslam. İslamın oxuduğu pişiro idi, çox oxuduğu pişiro idi, o çoban yaylağı pişiro, həmin o sözlərlə də oxuyurdu. Pişiro ilə açdı, gözəl ustadnamə dedi. Ustadnamə deyəndə az qala Telli özündən 70 gücünə saxladım. Yanına görə çox gözəl... Nöqsan var idi yoxsa? Ustadnamə dedi, nöqsanı da deyəcəm. Qaldı ikinci hava, o sözlər, Bakı haqqında sözlər Nəbi Xəzirin indi. Allah rəhmət eləsin, o da rəhmətli Aşıq Şakir oxuyub. O da ağır müxəmməsdir. Orta müxəmməsdir. Onu da çox gözəl oxudu. Oxumağına söhbət ola bilməz.
Amma bir balaca yerində dayanır. Dayanmasın yerində bir balaca. Musiqinin ahənginə uyğun, ona görə ki, mənə danlayırlar burada, bu nə tər Şirvan aşıqıdır deyir bu musiqinə. Qaldı oxumağı necədir? Əla. Özdə havaları, mən çox üzr istəyirəm, burada ustadlar əyləşiblər. Bütün oxuduğu hava zilin bəmin oxuyur. Düzdür mü? Çox gözəl, taras hava oxuyur. Yəni ki, səsin elə kökləyib sazına ki, yuxarısını da oxuya bilir, bəmin də oxuya bilir. Çox sağ olun, alqışlayırıq Abbas müəllimi. Çox sağ olun, Telli xanım, sizi dinləyək. Çox sağ olun, mənə söz verdiyinizə görə mən də bütün lideri öpürəm, bağrıma basıram, bəri başdan deyirəm ki, bu bizim aşıqlarımıza gözəl şərait yaratdıqlarına görə hər birisini öpürəm, bağrıma basıram. Başlayıram Akifdən. Dəhşətli dərəcədə məni İslam kövrətdi. İnan ki, İslamın adını çəkdim, mən niyəsə bilmirəm. Onun adı gələndə özümdən asılı deyil. Dəhşətli dərəcədə o insan məni kövrəldir. Onun anasını da, bacılarını da öpürəm buradan. Onun repertuarından oxudu doğrudan. Məni dəhşətli dərəcədə, mən çox dəhşətli, nə qədər güləyənəmsə o qədər də kövrək insanım. Ağladım, Allah ona rəhmət eləsin, amma o qədər gözəl oxudu. Akif, o qədər gözəl səsim var. O qədər, indi Abbas müəllim dedi, ustadımız, amma mən yenə deyirəm, hər kəsin öz fikri var. O qədər gözəl doldu səsim var, o qədər zilli, bəmli. Doğrudan eşq olsun sənə, səni öpürəm, bağrımı basıram, bütün Şirvan xalqına eşq olsun ki, belə gözəl səni kimi yetirirlər. İnşallah gözəl sənətkarlarımızdan biri olacaqsan, heç bir şəkki şübhəm yoxdur, onu da deyim ki, bütün Şirvan əhlinə deyirəm ki, İslamı çox sevirdiniz. İslam sözü gələndə mən çox doğrudan kövrəlirəm. Bütün İslam sevərlərdən, bütün Şirvan əhlindən, hər bir evdən sən ondan başladın deyə, elə sənə hər bir evdən bir dənə səs heçin olmaz. Mənə belə gəlir. Bütün Şirvanlılardan sənə dəstək istəyirəm. Öpürəm, bağrıma basıram. Gözəl oxudun, ürəyimcə. Qaldı ki, Ramin. Ramin, sən də ki, dayı nə deyim, bax, ən gözəl sözləri sənə deyiblər. Sırf aşıq kimi doğrudan, mən özüm də səni çox istəyirəm. Çox gözəl oxuyursan, səsinin zili, bəmi o qədər yerindədir. O qədər yaxşı oxuyursan, heç bir sözüm yoxdur. Bəx, İslam deyir ki, iradları filanı varmı? İrad olur bir balaca İslam. Amma doğrudan irad olanda onu mütləq bildirmək lazımdır. Çünki tamaşaçılar da baxır ki, yəni burada səhv çaldı, niyə demədi münsiflər? Amma hələlik iradları yoxdur, yəni bir səhvlər yoxdur. Amma olanda sən bilirsən ki, mən elə üzə deyəcəm, səni də öpürəm, bağrıma basıram. Sən həm Gədəbəylisən, həm Göyçəlisən. Ona görə də sənə də dəstək istəyirəm. Burada deyirəm ki, oyun çaparsın. Hər ikisi gözəl aşıqlardır. Sərdar, səni də öpürəm, bağrıma basıram. Gözəl bir arada da oxudun. Oxu geçsiniz, ha? Balamancı Sərdar yox, elə aşıq Sərdar demək lazımdır. Öpürəm, bağrıma basıram. Hər ikinizə uğurlar arzulayıram. Doğrudan super oxuysan. Siz ikiniz də supersiniz. İndi baxın. Alqışlayırıq dəyərli münsiflərimizi və hal-hazırda olan səs faizləri. Özür istəyirəm. 50 tam. Buyurun Abbas müəllim. Bu müşayiət eləyənləri mən unutdum, həmişə unuduram. Özdə ən zəhmətkeş insanlar, o cəzalanmış matroslardılar. Bu Hacı Şahin məşhur öz dövrünün sayılan, seçilən o ən yaxşı o sənətkarların olan vaxtı İzzət Ali Zülfüqarovun qardaşı oğludur. Atası da sənətkar idi onun. O qoşanağara çalan Razimdir adı, Aşıq Əvəzin oğludur. O nağara çalanı tanıyırsınız. O mən deyim, yoxsa sən deyirsən. Abbas müəllimin oğludur. Qarmon çalan da Ramin. Çox gözəl sənətkardır. Həmişə bizi lazım olanda, yəni Şirvan aşıqlarına lazım olanda gəlir. Bir-iki nəfər var sənətkarlar ki, hörmət qoyur aşıqlara, həmişə istənilən vaxtı gəlir. Çox sağ olsunlar olsun. Onlara da minnətdarlığını bildirirəm ki, bu günləri Akifi burada tək qoymayıblar. Gəliblər, onun şayət edirlər. Çox sağ olun Abbas müəllim. Sərdar müəllim, siz də biz də çox sağ olun. təşəkkürümüzü bildiririk bütün musiqiçiləri, onları alqışlayırıq və səs faizləri elan etdim, bir daha dəyişdi. Ramil Əfəndiyevdə 52 tam %71 səs faizi var, öndədir. Akif oğluda isə 47 tam %29 səs faizi var, amma növbə Ramilindir. Ramil, buyur səni dinləyək.
Mən bir də Azərbaycan xalqından dəstək gözləyirəm. Ələfsuz da Kəlbəcərlilərdən, Dədə Şəmkir ocağından səs gözləyirəm. Onun bir şeirini oxumaq istəyirəm. Deyir, namərd sənin qulluğunda qul olar, öz işi düzəlib bitənə kimi. İrişə-irişə üzünə gülər, əli bir kimsəyə yetənə kimi. Dostunu tanımaz nadan sərsəri, bu elin sözüdür nə vaxtdan bəri. Qoy sellər aparsın nanəcibləri, bax dalınla gözdən itənə kimi. Şəmşir gərək mərd ocağın qalasın, hərə çəkər öz dilinin bəlası. Qoy səni şir yesin, şir parçalasın, tülkü kölgəsində yatana. Ustada rəhmət, sizlərə can sağlığı. Başına mən dönüm anazlı ceyran, məni bağban eylə gül ustasıyam. İzinin olarsa duram danışam, mən cavab verməyə dil ustasıyam. Səni sevdim kimsə gəlməz eynimə, qulaç qollarını dola qoynuma. İzinin olarsa girəm qoynuna, gərdana düzməyə tel ustasıyam. Gel senin aparım bizim ellere, sen nabel etmende yol ustasıyım, ceyran ölürüm. Hələskəri saldın dildən dillərə. Hələskəri saldın dildən dillərə, həsrətindən düşdüm qürbət çöllərə. Gəl səni aparım bizim ellərə, sən nabələt, mən də yol ustasıyam. Çox sağ olun. Təşəkkürlər və hal-hazırda olan səs faizlərəsi tamaşaçılar, iştirakçılardan biri inamla irəli gedir. O da Ramil Əfəndiyevdir. 54,2% səs faizi ilə öndədir Ramil Əfəndiyev. 45,98% səs faizi ilə isə Akif Arifoğlu
geriyə qalır. Akif, nədəndir bu? Zəmanədəndir. Zamanədəndir. Elə bu anda reklamların zamanəsi gəlib çıxıbdır. Akif Arifoğlu'nu biz reklamlardan sonra dinləyəcəyik. Reklam fasiləsində SMS göndərməyi unutmayın. Reklamlar. Reklamlar bitti və biz yenidən Favorit Production'ın təqdim etdiyi Değişmə meydanındayıq və bugün Değişmə meydanında iki iştirakçımız, iki güclü iştirakçımız mübarizə aparır. Onlar 93-218 SMS nömrəsi ilə Ramil Əfəndiyev və 93-219 SMS nömrəsi ilə Akif Arifoğlu da alqışlayırıq. Hər ikisinə uğurlar arzulayırıq. Onlar üçün 10 səs göndərmək istəyirsinizsə Akif Arifoğlu'nun 10 səs nömrəsi 93-229, 30 səs üçün isə 93-250 SMS nömrələrinə boş SMS göndərməyiniz kifayətdir. Ramil Əfəndiyev üçün isə 10 səs 93-310, 30 səs üçün isə 93-230-a boş SMS göndərməyiniz kifayətdir. Aktiv olun, dəstəkləyin bizim iştirakçıları və zamanədə qalmışdıq. Buyur, dinləyirik sən, Akif. Mən bir şey qeyd eləməliyəm. Mən bugün udursam da heç vaxt təsvir eləmərəm. Çünki mən məğlub olacağım Allah eləməmiş. Bəlkə də mən qalbəm Allah bilir, qalib olacağım. Mən Ramin boyda belə necə deyim, yaşı az olmağına baxmayaraq sənətkar sayıram mən onu. Güclü rəqibə udacağam. Mən bir şey xüsusilə qeyd eləməliyəm. Yenə də mən deyirəm, mən bugün Aşıq İslam, ölməz sənətkar Aşıq İslamın repertuarını oxuyacağım və Aşıq İslamın anası Səlminə Salamın gözlərindən öpürəm. Əllərini öpüb ürəyimin üstünə qoyuram. Təsvir eləməyə dəyməz, həyatdır. İfam olacaq bir şeir də deyim. Aqil olan sevgisini hər yetənə car eyləməz. Əsil oğul əsil alar, bədəsini yar eyləməz. Güc asılı deyil boydan, səxavət nəsildən soydan. Bərəkət gəlməsə göydən, göz dolusu var eyləməz. Silməyən alın tərini, artırar xeyir şərini. Qismətli qadın ərini üzdən raq, el yanında xar eyləməz. Leylilərin vəfasını öz məcnun olan bilər. Leylilərin vəfasını öz məcnun olan bilər. Ayrılığın cəfasını, ayrılığın cəfasını, yardan ayrı qalan bilər, yardan ayrı qalan bilər, yardan ayrı qalan bilər, yardan ayrı qalan bilər. Sağ solunu, salma kənardan yolunu. Yenə süzüb sağ solunu, salma kənardan yolunu. Ay teli dola boynuma qolunu, dola boynuma qolunu. Nə etibar qanan bilər, nə etibar qanan bilər, nə etibar qanan bilər, nə etibar qalan bilər. Səni can alan bilərim. Eşq olsun, oradan da çox gözəl ifa idi və bu ifanı studiyamızda olan tamaşaçılarla bərabər ekran başında olan tamaşaçılarımız da dəstəklədi. Odur ki, 50,13% səs faizi ilə Akif Arifoğlu önə keçir.
49,87 səs faizi ilə Ramil Əfəndiyev biraz geridədir. Demək olar ki, bərabərdirlər və verilişimizin sonlarına doğru gedirik əziz tamaşaçılar. Odur ki, aktiv olun, səs göndərin və Ramil səni dinləyək. Mən bir daha xalqımdan dəstək gözləyirəm və Sərdar Məmmədlinin də sözləri var, buyursun. Mən əvvəlcə bu kanalı alqışlayıram, rəhbərlə bir yerdə münisipləri salamlayıram və mən istəyənlər bilir ki, mən heç vaxt heç kimi ayırmaram bölgələrə, ən də xoşum gəlməyəndir. Mən bütün Azərbaycanın qadasını alım. Mən istəyənlər sənətə səs verəcəklər. Mən elə belə çıxmamışam buraya. Mən bütün xalqımın qadasını alım. Bütün xalqımın hər yerim mən çörəyini yemişəm. Əgər mən büyüm bölgələrə bölsəm, mənə qəlblərində bir cür baxarlar. Ayırdın sən. Özün də Şirvandasan. Ad çəkmirəm. Mən Şirvanın da qadasını alım bütün bölgələrində. Sədr bəy, ifanı dinləyək. Buyur, Ramil, ifan nə olacaq? Mən Gədəbəydən dəstək gözləyirəm, ana yurdum Gədəbəydən. İfam da baş sartıl olacaq. Buyur. De görüm hardan gəlirsən, yoluna qurban Qaragöz, bir də danış şirin-şirin dilinə qurban Qaragöz. Vəsfin dillərdə dolaşır, gözəllik sana yaraşır, sona kimi başıl yaşı, gözünə qurban Qaragöz.
Aşıq Səməd məğrur baxır, şirin canın oda yaxır. Darayırsan yana çıxan, telinə qurban Qaragöz. Eşq olsun, alqışlayırıq. Əziz tamaşaçılar və hal-hazırda olan səs faizləri 51,82 səs faizi ilə Akif Arifoğlu öndədir, alqışlayırıq. Ramil Əfəndiyevdə isə 48,18 səs faizi var və Akif, növbə sənindir, səni dinləyək. Mən bayaq qeyd elədim, bugün də, indi də qeyd edirəm. Mən Qobustanlıyam. Qaradağ rayonu Qobustan qəsəbəsi. Qobustan Aşıq İslam, Aşıq Rıza, Aşıq Xamsa yetirib. İnşallah Sərfinaz xalama buradan demək istəyirəm, Sərfinaz xalam, mən ölməmişəm. İslamın yolunu gözəl davam eləyəcəm və indi Aşıq Rıza, Allah rəhmət eləsin, Aşıq Rızanın Qobustanın mahnısını oxuyacağım. Deyir, aldı görək nə dedi də. Oxuyaq, eşidənlər şad olsun. Açıqdır. Şan şöhrətin düşüb dilə, mənim qədim Qobustanım. Şan şöhrətin düşüb dilə, mənim qədim Qobustanım. Yaraşırsan bizim elə, Qobustanım, Qobustanım. Yaraşırsan bizim elə, Qobustanım, Qobustanım. Qobustanım, Qobustanım. Daşlarım var naxış, naxış, bir-birinə mehir salmış. Daşlarım var naxış, naxış, bir-birinə mehir salmış. Xəyaldadır sanki ay qış, mənim qədim Qobustanım. Xəyaldadır sanki ay qış, mənim qədim Qobustanım. Qobustanım, Qobustanım, mənim qədim Qobustanım. Qobustanım, Qobustanım, mənim qədim Qobustanım. Qəhrəmanlar izi səndə, şairlərin sözü səndə. Qəhrəmanlar izi səndə, şairlərin sözü səndə. Tarixlərin özü səndə, Qobustanım, Qobustanım. Tarixlərin özü səndə, Qobustanım, Qobustanım. Qobustanım, Qobustanım, mənim qədim Qobustanım. Qobustanım, Qobustanım, mənim qədim Qobustanım. Aşıq Rıza çalır sazın, yayılır şirin avazın. Aşıq Rıza çalır sazın, yayılır şirin avazın. Tarixlərin danıldısı, Qobustanım, Qobustanım. Tarixlərin danıldısı, Qobustanım, Qobustanım. Qobustanım, Qobustanım, mənim qədim Qobustanım. Qobustanım, Qobustanım, mənim bütöv Azərbaycanım, ay anam qurban. Eşq olsun Akif Arifoğlu'ya və həmçinin Ramil Əfəndiyev və Akif Arifoğlu hər ikisinə alqışlar istəyirəm əziz tamaşaçılar. Və hal-hazırda olan səs faizlərim 50,58 səs faizi ilə Ramil Əfəndiyev önə keçibdi. Səs faizləri mən elan etdim və dərhal dəyişdi və artıq 51,12 səs faizi ilə Akif Arifoğlu önə keçdi. Və 48,88 səs faizi ilə Ramil Əfəndiyev artıq geri düşdü. Özünüz də görürsünüz ki, necə mübarizə gedir. Doğrudan da çox gərgin mübarizədir. Odur ki, səs göndərin ki, istədiyiniz iştirakçı bu dəyişmə meydanından qalib çıxsın. Əziz tamaşaçılar, verilişimizin sonlarına doğru gedirik. Bilirsiniz ki, hər verilişin sonunda növbəti həftənin iştirakçısını da təyin edirik. Odur ki, aktiv olun. Digər bizim iştirakçılarımız üçün də səs göndərməyi unutmayın ki,
Çünki ən az SMS toplamış 2 iştirakçı növbəti həftə həmin bu dəyişmə meydanında mübarizə aparacaqlar və layihəni tərk etməyə real namizədlər olacaqlar. Odur ki, elə buradaca qısaca haşiyə çıxaraq bir daha yadınıza salmaq istəyirəm. Aşıq Vüqar Mahmudoğlu üçün alqışlar istəyirəm sizdən və Aşıq Şaiq İncəli üçün də alqışlar istəyirəm. 2 dəstə mübarizə aparır və Aşıq Şaiq İncəlinin dəstəsindən olan iştirakçılar 93-214 SMS nömrəsi ilə Samir Cəlaloğlu. Alqışlayırıq Samirim. 93-216 SMS nömrəsi ilə Əskər Qazaxlı. Və 93-217 SMS nömrəsi ilə İbrahim Sadıqov. Alqışlayırıq bizim iştirakçıları, səs göndərin, onları dəstəkləyin ki, çünki ən az SMS toplayan iştirakçı növbəti həftə bura çıxıb real namizəd ola bilər tərk etməyə layihəni. Və Aşıq Vüqar Mahmudoğlu'nun dəstəsindən 93-215 SMS nömrəsi ilə Ziya İbadov. 93-222 SMS nömrəsi ilə Elşən Təkrəli. Və 93-223 SMS nömrəsi ilə Elvin Mehmanlı. Dəstəkləyin bizim iştirakçıları və mən ifalara dönəcəm, amma vaxtımız da çox azdır, əziz münsiflər. Qısaca olaraq Nemət Qasımlını dinləmək istəyirəm. Xoş gəlmişsiniz, buyurun. İradlarınızı, Nemət müəllim, xahiş edirəm, tərifi bilirik. Çox sağ olun, təşəkkür edirəm. Lider televiziyasına təşəkkür edirəm. Adından da göründüyü kimi Lider televiziyası və buradakı iştirakçılar da o liderliyə can atmalıdır. Hər birinizi mən salamlayıram. Vaxtın qısalığına görə ad çəkmirəm. Amma bir məsələni xüsusi qeyd etməliyəm ki, burada 2 universitet müəllimi əyləşib, Altay müəllim və mən və 3 nəfər böyük xalqın sevimli sənətkarı əyləşib. Biz bu iradları deməsək, sabahsı gün biz professorların, alimlərin, akademiklərin yanına gedirik. Başlamaq istəyirəm Akif bəydən. Akifdə aşıq sənətinə məxsus olan xüsusiyyətlərin demək olar ki, 99,9% var idi. Əsil ustad sənətkar kimi tam sərbəst, Aşqələskərin yanına o vaxtı şəhid gətirirlər, 2 formada yoxluyurdu. Bir sifətinə baxır, deyir ki, aşığın sifətindən nur yağar. Aşıq xalqa nur verməlidir ki, onun sözü eşidilsin. İkinci bir yoxlanışı oydu ki, Aşqələskərin. Deyirdi ki, aşıq yedəkdə getməz. Aşıq ardınca aparmalıdır. Bugün xalqımız aşıqlardan çox bilir. Bu həqiqətdir. Ona görə aşıqlar bunu qulağında sırq eləməlidir. Xalqın sevimlisi olmaq üçün ifada, oxunuşda, davranışda, mimkalarda, şəxsiyyət kimi dayanmaqda, sazın böyüklüyünü o zirvədə saxlamaqda mütləq çalışmalıdırlar. Şah İsmail Xətai, Dədə Qurbanini öz sarayına dəvət eləyəndə ona gözəl bir müraciət etmişdi. Böylə Şah Xətayim, böylə pirim dəstur versin, söylə. Məndən şaha niyaz elə, dədəm, xoş gəldin, xoş gəldin. Aşığa Şah İsmail, dədəyə deyə müraciət etmişdi. Bugün mən Akifdə artıq o qələbəni, o sənətin qələbəsini, SMS-də hansı udacaq onu zaman göstərəcək, sənətin qələbəsini gördüm. Keçirəm Ramilə. Ramil gözəl oxudu. Qərb mühitinin yetirməsidir. Doğrudan da çox gözəl oxudu. Amma 3 şeirdə böyük qəbahətlər elədi ki, onları mən deməliyəm. Birinci oxuyanda başına döndüyüm gülüzlü ana, ana gedər oldum dedin. Ana deyib dalından anaya bala deyə müraciət eləyirsən, onlar olmaz. Buna çox diqqətli olmaq lazımdır. İkincidə, başına döndüyüm gülüzlü sona məni bağban elə bağ ustasıyam. Deyirsən ki, oturub durma... Necə dedin onu? Başına döndüyüm gülüzlü sona məni bağban elə bağ ustasıyam. İzinim olarsa durub danışmaq. Durub danışmaq deyil. İzinim olarsa dinib danışmaq. Mən cavab verməyə söz ustasıyam. İkinci bənddə də səhvə yol verdin. Və baş sartel oxuyanda da şeiri tamamilə təhrif elədin. Çox xahiş eləyirəm. Gözəl oxuyursan. Çox gözəl səsin var. Sözlərə diqqət yetir. Bir də sənin sazın səsini biz eşidə bilmədik. Yalnız balabanın müşayiəti arxasında getdi. Biz sazın səsini eşitməliydik ki, görək, sənin çalğı qabiliyyətin var. Sən bundan əvvəlki verilişdə çox gözəl, qüsursuz çıxış elədin. Bugün amma sənin ifan çox zəif oldu. Çünki Ramil daha yüksək ifa etmə qabiliyyətinə malikdir. Mən xalqımızdan hər ikisinə dəstək gözləyirəm. Çox sağ olun, Mehmet müəllim və Aşıq Dəmir Vəliyev və yaxud da Dəmir Gədəbəyli, buyurun. Salamlayıram
Hörmətli televiziya tamaşaçılarını, aşıq sənətini sevərləri, bizi seyr edənləri, Aşıq Şaiq İncəlinin zəhməti var həftə içərisində bizim müsabiqə iştirakçılarına. Belə deyək, da iştirakçıların səhvini düzünü deməliyik. Bizim Akif Arifoğlu oxumağına heç bir söz yox. Yəni çox gözəl, çox yerində oxudu. Amma çatışmayan şeyi deməliyik də bizim elə vəzifəmiz onunla ibarətdir. Şirvan aşıqları görmüş ki, oxuyan məqamda yaxşı rəqs eləməlidir. Can atırdın. Xahiş edirəm. Onu daha doğrusu nəzərə çarpacaq dərəcədə işləyin. Bir də Əhsan sizə tərbiyə verən valideynlərinizə. Çox gözəl. Əhsan. Aşıq Ramin. Doğrudan bizim ustad aşığımız Aşıq Ələsgər Çopur Ələsgərin adını daşımaq hər aşığa qismət olmur. Tək elə bir aşıq olub, böyük ustadımızdır bizim. Raminin səsi yerində, zəngüləsi yerində, hər bir şey yerində. Amma xahiş edirəm, sözləri oxuyanda diqqətli oxu. Qaragöz şeirində gündəmdə olan bir şeiri bir neçə yerini səhv oxudun. Bir də Ramin, sən elə bil ki, sən donsan, bir aşıq oxuyanda o təbəssümü, mükasifətində hərəkətli olmalısan. Elə bil sən bugün donsan, bilmirəm sən niyə beləsən. Xahiş edirəm, oxuyan məqamda, meydanda səhnə mədəniyyətini hərəkətdə, şaqraq havalar da göyçə gözəlləməsi, o Naxçıvanın havası, havaların tempi üzərində hərəkətini qur. Şeiri də xahiş edirəm yerində oldu. Çox sağ olun, alqışlayırıq. Dəyərli müsiflərimizi alqışlayırıq. Sonda Aşıq Altaya da söz verəcək. Lakin ifa istəyirik və ifadan öncə hal-hazırda olan səs faizləri 50,22 səs faizi ilə Akif Arifoğlu öndədir, alqışlayırıq. 49,78 səs faizi ilə Ramil Əfəndiyev geridədir. Demək olar ki, bərabər tamaşaçılar, son anlara doğru gedirik. Aktiv olun, səs göndərin. Bəlkə də son ifalardır. Onu zaman göstərəcəkdir. Buyur Ramil, səni dinləyək. Mən bir daha Azərbaycan xalqından dəstək gözləyirəm. Akstafa rayonundan dəstək gözləyirəm. Eynalı kəndindən, Köçəskər kəndindən dəstək gözləyirəm. Və ifadə edəcəyim hava, mənə uğur gətirən Cəngi Koroğlunu bir də oxuyacağım inşallah. Burada Koroğlu aşıqlar oturur, Aşıq Dəmir, Aşıq Təbriz, Aşıq Altay gələnləri baxırsan, bu gün özünü göstər ki, bir də danılanma burada. Buyur.
ilkin aşığı götür paşam kıyman ey baskana. Ey baskana. Paşam gel gel. Gülüm gel gel. Hay. Ölmemişem sağam gel gel. Ağrını alım ağrını alım. Bu meydanda varam gel gel. Ağrını alım ağrını alım. Bala balan ağrını alım. Sonra balan ağrını alım. Eşq olsun da oradan da çox gözəl ifa etdi və ilk verilişdə, ilk değişmədə olduğu kimi də bugün də çox gözəl ifa etdi və səs faizlərinə də öz təsirini göstərdi bu ifa. 50,43 səs faizi ilə Ramil Əfəndiyev öndədir, alqışlayırıq Ramili. Akif Arifoğlu'da isə 49,57 səs faizi var. Əziz tamaşaçılar, son anlarda artıq 10 səs və 30 səslərin belə demək mümkünsə değişmənin taleyini həll elədiyi anlardır. Odur ki, aktiv olun və Akif, səni dinləyirik. Mən yenə də deyirəm, bütün Azərbaycan xalqından dəstək gözləyirəm. Qobustandan Aşıq Əlini xüsusilə vurğulamalıyam. Aşıq Əlinin zəhməti mənim üstündə dünyalar qədərdir. O şəxsən özü evimizə gəlib, məni öyrəşdirib. Borçaldan dəstək gözləyirəm. Məni dəstəkləyirlər Borçaldan. Sahil məndən öpüb bağrıma bastıram. Tapdıqdan dəstək gözləyirəm. Qobustanın dəyərli oğlu. Tapdıqdan dəstək gözləyirəm. Gədəbəydən dəstək gözləyirəm. Neymət Qasımlı sevənlərdən dəstək gözləyirəm. Şirvandan Ümiddən dəstək gözləyirəm. Qobustandan Məhəmməddən dəstək gözləyirəm. Mən at çəkməyi sevmirdim. Telli xanımı şəxsən sevənlərdən elə buradakilərin acığına səs gözləyirəm. Gözəl oxuyacağım. Özüm Şamaxlıyam. Mənim ata tərəfim Şamaxının Çarhan kəndindən, ana tərəfim isə Xilmilli, gözəl Xilmilli kəndindəndir. Şamaxın Xilmilli kəndindən. Mən gözəl oxuyacağım, Şamaxı eşidənlər şad olsun. Buyur. Gözəldir baharın, gözəldir qışın. Gözəldir baharın, gözəldir qışın. Gövhərdir torpağın, gövhərdir daşın. Gövhərdir torpağın, gövhərdir daşın. Bol-bol sərvətinlə ucalır başın. Gülür çiçəylənir devran şamaxı. Gülür çiçəylənir devran şamaxı. Bu yerlərdə pir qulu var, cəngi var. Bu yerlərdə pir qulu var, cəngi var. Koca Qartal qiyasından zəngi var. Koca Qartal qiyasından zəngi var. Zəmanənin mənim ilə cəngi var. Zəmanənin mənim ilə cəngi var. O bir yana şair qürbət bir yana. Aşıq telli Şirvana gəl Şirvana. Aşıq telli Şirvana gəl Şirvana. Şirvana, 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 Şirvana. Aşıq telli Şirvana gəl Şirvana. Aşıq telli Şirvana gəl Şirvana. Şairlərin, alimlərin məkanı, şairlərin, alimlərin məkanı. Xaqanımın şəhidəcinin vətəni, Xaqanımın şəhidəcinin vətəni. Sabir Abbas səhət ucatdı səni, Sabir Abbas səhət ucatdı səni. Neçə kitabı Quran səndədir Şirvan, neçə kitabı Quran səndədir Şirvan. Ceyran ələm, ay balam mən ələm, ay pəllim mən ələm.
Aşık Abbas sözün yetirdi başa, Aşık Abbas sözün yetirdi başa. Şen kızı git oğlan senle düşürülen, Şen kızı git oğlan senle düşürülen, Şen kızı git oğlan senle düşürülen. Seyrin ucalıbdı ucadak kemiyim, Seyrin ucalıbdı ucadak kimi, Xəqani Nəsimi bir evlat kimi, Xəqani Nəsimi bir evlat kimi. Seydəzim sabirim bir səyyah kimi, Seydəzim sabirim bir səyyah kimi, Çox gəzib qoynunda mehman şamaxı, Çox gəzib qoynunda mehman şamaxı. Seydəzim sabirim bir səyyah kimi, Seydəzim sabirim bir səyyah kimiyim, Çox gəzib qoynunda mehman şamaxı. Eşq olsun, eşq olsun. Alqışlayırıq. Akif Arifoğlu'nu alqışlayırıq. Ramil Əfəndiyevi alqışlayırıq. Abbas Musaxan oğlunu değişmə tarixində ilk dəfə Abbas müəllim də məhz bu değişmə meydanında ifa etdi. Telli xanım ifalarını zaten biz burada dinliydik, amma Abbas müəllimin ifasını sizi də cuşa gətirdi. Və hal-hazırda olan səs faizləri 51,82 səs faizi ilə Akif Arifoğlu öndədir. 48,18 səs faizi ilə Ramil Əfəndiyev geridədir və verilişimizin sonlarına doğru gedirik. Əgər səhv etmirəmsə artıq ifalara stop deməliyik. Bu belədirmi? Və əgər belədirsə deməli ifalara stop deyiriksə artıq bir neçə dəqiqədən sonra yəni və bəli, bərabərdirlər. Artıq hər iki iştirakçımız eyni sayda ifalar edibdir. Bizim prodüserlərimiz sizə şans verir. Hərənizə cəmi bir beyt ifa. Yəni danışıq olmasın, yalnız və yalnız ifa olsun. Ramil, səndən başlayırıq, buyur. Verilişin axırıdır özü. Demək olar ki, Azərbaycan xalqından bir daha dəstək gözləyirəm və Misri Koroğlu oxuyacam indi. Bir bən. Verə qaranlıq körlüğün ışıq eyləyim, sənin eyvazından xəbərin varmı? Əbələn qaranlıq körlüğün hay aman, hay aman, aman ışıq eyləyim. Elə sənin eyvazından xəbərin var mı? Ay qadan alıb. Eşq olsun, təşəkkürlər və hal-hazırda olan səs faizləri 50,79 səs faizi ilə Akif Arifoğlu öndədir. 49,21 səs faizi ilə Ramil Əfəndiyev biraz geridir. Akif, yalnız və yalnız bir beyt ifa.
Mən bütün Mansurovlardan, İskəndərovlardan dəstək gözləyirəm. Mənim nənəm Şamaxının sayılıb seçilən Hacı xanlarından da Hacı Badamın əllərindən öpürəm. Dəstək gözləyirəm nənəmdən. Nənəmə bax bu canım da qurban nənəmin eşqinə nar ağacı. Yenə qumlu sahili, yenə sərin bağ, yenə axşam düşür meyvələrəm. Burada sevgimlə neçə ili qabaq bir nar çubuğunu basırdım yerəm. Burada sevgilimlə neçə ili qabaq bir nar çubuğunu basırdım yerəm. Nar ağacı, nar çiçeği, bir ulduzdur hələ çay. Nar ağacı, nar çiçeği, bir ulduzdur hələ çay. Baxıram qəlbimdə arzu oyanır, burada xəyallarım uçur quş kimi. Sanki ay nurundan boylanır baxır, yoxsa nar çiçeği keşkim mənim. Sanki ay nurundan boylanır baxır, yoxsa nar çiçeği keşkim mənim. Nar ağacı, nar çiçeği, bir ulduzlu hələ çay. Nar ağacı, nar çiçeği, bir ulduzlu hələ çay. Təşəkkürlər hər iki iştirakçı üçün mən alqışlar istəyirəm əziz tamaşaçılar. Mən bizim münsiflər üçün alqışlar istəyirəm sizdən. Son anlardır mən ifaları stop deyirəm, lakin SMS-lər göndərilməsi davam edir. Həm Akif Arifoğlu, həm Ramil Əfəndiyev üçün səslər qəbul İslam, olunur. bir dənə söz deyim, üzr istəyirəm. Akif, sən o nənənin adını çəkdin. Dinən nənə, sənin axırıncı pensiyanın qadalarını alaram. Bax, belə deyərdin. Nənəm 700 manat pensiya alır, maşallah. Telli xanım, pensiyaya baxan Hacı xanımlardan deyil. Sən Hacı xanım, Badam xanımı tanımırsan. Abbas mən. Aya, valla onun pulun balta kəsməyir. Atça, bax, beləncə gələsə, bax, yüngül belə eləsə. Abbas mən, vaxtımız çox azdır. Söhbətlər sonra edərik və həmçinin bizim digər iştirakçılarımız üçün də səs vermə davam edir. Son anlarda odur ki, ən son SMS-lər də həll edici olur. Son SMS-lərinizi göndərin və bu SMS-lər davam edərkən Aşıq Altay Məmmədliyə mən söz vermək istəyirəm. Vaxtımız qısa olduğu üçün qısa da dinləyəcəyik. Çox sağ olun, axşamınız xeyir olsun. Xəstə Qasımın belə bir beyti var. Özün zəhmət çəksən su çıxardaşdan, ərədər dağları yol eylər. Bugün biz hamımız şahidi olduq. Hər iki iştirakçı çox gözəl hazırlaşmışdı. Bunun da səbəbi, yəni bu həftə məşqlər çox gərgin keçmişdi. Yəni bunun hamımız şahidi olduq. Şəxsən mən özüm şahidi olmuşam. Aşıq Şaiqin, Aşıq Vüqarın bu həftə çəkdiyi zəhmət doğrudan da öz bəhrəsini hamımızın gözü qarşısında verdi. Özü də hər iki iştirakçı çox mükəmməl havalar seçmişdilər. Təbii ki, rəhbərliyin tövsiyəsindən zilxan havalar seçmişdilər. Səsin bütün imkanlarını göstərmək mümkün oldu və hər ikisinə eşq olsun. Hər ikisinə uğurlar arzu eləyirəm, bir daha uğurlar. Alqışlayırıq və artıq SMS-lərə stop deyirik. Bu andan sonra SMS-lər qəbul olmur, əziz tamaşaçılar, lakin qəbul olunan SMS-lər artıq hər verilişdən sonra sıfırlanaraq növbəti həftə üçün SMS-lər sıfırdan başlayacaqdır. Odur ki, veriliş bitəndən sonra göndərdiyiniz SMS-lər növbəti həftə üçün hesablanacaqdır və biz hal-hazırda həm növbəti həftə yarışacaq olan iştirakçılarımızı təyin edəcəyik və həmçinin bu gərgin mübarizənin qalibini təyin edəcəyik və doğrudan da çox həyəcanlı anlardır. Növbəti həftə artıq məlumdur, növbəti həftə mübarizə aparacaqlar. 93-216 SMS nömrəsi ilə Əskər Qazaxlı alqışlayırıq və SMS göndərməyə başlayırıq və 93-223 SMS nömrəsi ilə Elvin Mehmanlı
Elvin ilk dəfə yarışacaq. Əskər artıq bir dəfə olubdur. Hər ikinizə uğurlar arzulayıram. Ustadlarınızdan çalışın öyrənəsiz və həftə ərzində yaxşı hazırlaşıb növbəti həftə bizi burada əməlli başda feyziyab edəsiniz. Uğurlar, artıq siz hazırlaşmağa gedə bilərsiniz. Şaiqi dəvət edirəm mən bura. Və artıq mən biləni hesablanır nəticələr. Bir 20 saniyə vaxtımız var. Son sözün Şaiq. Sizə İslam müəllim Vüqar qardaşımızla gələn həftəyə Allah qoysa bu aşıqlarımızı, bu iştirakçılarımızı elimizin, obamızın qarşısına deyirik. Laf dərindən başardığımız qədər hazırlayacaq. Şair Məmməd Dəmirçioğlu'nun bircə kuplet şeirini deyimdir. Bu kara saz ruhanini yorub ürfana yol gedir. Pərdələrdə qəm divanı qurub ürfana yol gedir. Bu ürfana yol gedən qara sazımıza eşq olsun, var olun, sağ olun. Sizə də o cümlədən Aşıqlar Mahmudoğlu'ya da uğurlar arzuluq növbəti həftə. Doğrudan da inanırıq ki, çox gözəl ifalar eşidəcəyik. Ramin, sənə dəvət edilən mərkəzə, Akif səni də yanıma dəvət edirəm və artıq son nəticələrimiz hazırdır və bu gərgin mübarizənin qalibi artıq məlumdur və hal-hazırda onu biz bu studiyada həmçinin ekran başında olan tamaşaçılarla birlikdə biləcəyik ki, kim qalib oldu və artıq qalibimiz məlumdur. Beləliklə, Dəyişmə 4 müsabiqəsində növbəti həftənin qalibi əziz tamaşaçılar. Bəlkə bir alqışlayaq bizim hər iki iştirakçımızı. Çox həyəcanlı anlardır. Gəlin bu həyəcana son qoyaq və bizim qalibimizi elan edək. Beləliklə 52,84 səs faizi ilə Ramin Əfəndiyev qalib olduq. Təbrik edirik. Akif, sən də çox gözəl ifalar etdin. Doğrudan da uğurlar, çox gözəl səs imkanları var. Əziz tamaşaçılar, bu gözəl mübarizəni bax elə belə gözəl notlarla da bitiririk. Növbəti həftənin çərşənbə axşamı ikinci gün sizin görüşünüzə gələcəyik. Sağ olun, salamat qalın. Hələlik.